Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir suala baxaq. Bizə deyir ki, bu üçbucaqdan deməli SB çıx SA bölünsün SB plus SA. SB-yə x desəm, SA-ya da hər hansı bir A desəm, bizdən istəyir ki, deməli x çıxılsın A bölünsün x üzərinə gəlinsin A. Bunu istəyir bizdən. Deməli, bunu mən tangens teoremi ilə həll eləmək istəyirəm. Tangens teoremi belədir ki, tutalım ki, bizim bir üçbucağımız olsun. Bura alfa olsun, burada beta olsun. Və elə burada kimi, bura x yazsam, bura A yazsam. Deməli, x çıxılsın A bölünsün, x üzərinə gəlsin A bərabər olur. Tangens alfa çıxılsın beta bölünsün 2 və bölünsün tangens alfa üzərinə gəlinsin beta bölünsün 2. Bu düstura əsasən mən yazacağım bu sualı. Deməli, burada indi nə olacaq? Burada olacaq tangens alfa nədir? 75 dərəcə çıxılsın 15 dərəcə bölünsün 2 və bunu da bölək tangens 75 dərəcə üzərinə gəlinsin 15 dərəcə bölünsün 2 bu şəkildə. Bu nə eləyəcək? Sürət eləyəcək, deməli tangens 30 dərəcə məxrəc də eləyəcək, deməli tangens 45 dərəcə. Tangens 30 dərəcə biz bilirik ki, kvadrat kök altına 3 bölünsün 3'dür. Tangens 45 dərəcədə 1'dir. Yekun cavab nə eləyəcək? Kök altında 3 bölünsün 3. Bu şəkildə.